Konferansda Azərbaycan, ABŞ, Fransa, Litva, Polşa, Çexiya, Almaniya, İsrail, Türkiyə və Gürcüstandan alimlər, vətəndaş cəmiyyəti nümayəndələri, tədqiqatçılar və ictimai xadimlər iştirak ediblər. Tədbirin açılışında çıxış edən Mədəni və Etnik Müxtəliflik Mərkəzinin sədri Seyfəddin Səfərov mədəni və etnik müxtəlifliyin qorunmasının beynəlxalq əhəmiyyətindən bəhs edib, etnik və dini ayrı-seçkiliyin yolverilməz olduğunu vurğulayıb. Konferans çərçivəsində Türkiyə, Litva, Gürcüstan, İsrail, Fransa, Almaniya, ABŞ və digər ölkələrdən olan məruzəçilər Qafqaz xalqlarının tarixi, müstəmləkəçilik siyasətinin nəticələri, milli kimliyin və mədəni irsin qorunması, kollektiv yaddaş, insan hüquqları və etnik müxtəlifliyin müasir çağırışları barədə çıxış ediblər. Məruzələrdə mədəni irsin qorunmasının xalqların davamlı inkişafı və sülh şəraitində birgə yaşayışı üçün mühüm əhəmiyyət daşıdığı, tarixi yaddaşın gələcək nəsillərə ötürülməsinin vacibliyi xüsusi qeyd olunub. Bu burada kalmamalı. Yalnızca konferanslarla yetinmemeliyiz. Bu bir politikaya da dönüşmüş olması lazım ve uluslararası bir konsorsiyum belki de bu konularda oluşturulması için bir politika oluşturulması gerekir. Burada edindiğim izlenim bizi yine Azerbaycan Türkleri en iyi anlayacağını fark ettim. Şuşa'da gördüklerim Çerkezlerin yaşadıklarının hemen hemen aynıdır. Ve dolayısıyla biz bizi iyi anlarız. Fakat bize Türkiye'de bir tabir vardır. Kendi çalıp kendi oynar der. Bize bunları anlatmak yerine bütün dünyaya bunu anlatmanın kapısını aralamamız lazım. Ve bunun için Azerbaycan bir devlet olarak bunun önünü açan politikalar yaparsa ne mutlu bize. Çerkezlerin bir devleti yok. Ve dolayısıyla onların mücadelesi cılız ve sessiz kalıyor. Ve güçlü devletlerin sesine ihtiyacımız var. Ve Azerbaycan'dan böyle bir girişim için öncü olmasını bekleriz doğrusu. Konferans çərçivəsində 2 panel müzakirə keçirilib. Müstəmləkəçiliyin müasir formaları, xalqlara faciə, köləlik və istirab gətirən hərəkətlər mövzusunda keçirilən paneldə müasir dövrdə müxtəlif xalqların üzləşdiyi problemlər, insan hüquqları, milli kimlik və mədəni irsin qorunması məsələləri müzakirə olunub. Etnik və mədəni müxtəliflik bəşəriyyətin sərvəti kimi adlı ikinci paneldə isə etnik müxtəlifliyin qorunması, mədəni irsin gələcək nəsillərə ötürülməsi, milli dəyərlərin yaşadılması və kollektiv yaddaşın əhəmiyyəti ətrafında fikir mübadiləsi aparılıb. İştirakçılar dialoq, qarşılıqlı hörmət və beynəlxalq əməkdaşlığın mədəni müxtəlifliyin qorunması baxımından əsas amillərdən biri olduğunu vurğulayıblar. Sonda mədəni və etnik müxtəliflik, tarixin dərsləri, müasir çağırışlar adlı birgə bəyannamə qəbul edilib. Şuşada keçirilən beynəlxalq konferans müxtəlif ölkələrdən olan ekspertlərin, alimlərin və vətəndaş cəmiyyətləri nümayəndələrinin iştirakı ilə mədəni və etnik müxtəliflik, tarixi yaddaş və beynəlxalq əməkdaşlıq məsələlərinin müzakirəsi üçün mühüm platforma kimi qiymətləndirilib. Birgə bəyannamənin qəbul edildiyi konferans bir daha onu göstərdi ki, Şuşa beynəlxalq fikir mübadiləsi və mədəni dialoqun önəmli platformalarından biri kimi öz mövqeyini gücləndirir. Anar Şuşalı, Həmid Quliyev, NTV Xəbər, Şuşa. Bu süreçte askeri operasyonlar kadar ekonomik abluka,